Karanlık kalan yerlerden herkese salamlar. Bugünkü qonağımız Yasamal məktəbinin daha bir yetirməsi Sahib Yasamaldır. Sahib, xoş gəlmişsən. Xoş gördük mübariz. Allah səndən razı olsun. Çox sağ ol ki, Sahib dəvət eləmişsən. Var olasan. Təşəkkür edirəm sənə. Mən sənə təşəkkür edirəm ki, dəvəti qəbul edib gəldin. Demək, biz əvvəl qonaqla əlaqə saxlayırıq. Qonaq razı olanda çəkilişə biz onun şəklini paylaşırıq kanalda və izləyicilər həmin şəklin şərh yerinə öz suallarını yazırlar və həmin sualları biz səsləndiririk. Verilişin cəmi bir sualı var, onu da sonda səsləndirəcəm. İnşallah. İcazə ilə keçək suallara. Buyur. Burada bir çox izləyicilər xoş sözlər yazıblar, amma yəqin onlar da başa düşər ki, burada xoş sözləri yox, ancaq sualları səsləndirirəm mən. Amma içərisində Mövsüm Quliyev adlı bir izləyici yazıb ki, sənəti sənət, səmimiyyəti səmimiyyət, qardaşlığa yarayan kişilərdən olan qardaşımız. Mövsümü salamlayıram. Mövsüm bizim dostumuzdur Novxanda. Mövsüm Novxana kimi tanımışıq onu. Allah ondan razı olsun. Mövsüm də dəyərli qardaşdır. Salamlayıram buradan Mövsümü. Xoş sözlərinə görə minnətdaram. Mən salamlayıram. Bu xoş sözlərin içərisində ən yaxşısı bu olduğuna görə bunu səsləndirdim. Əslində çoxdur burada. Yəqin ki, kimlər ki gördü ki, artıq onların yazısını səsləndirmədim, onlar yəqin mən üzrü sayar. Samir Qurbanov adlı başqa bir izləyici yazıb ki, Sahib öz peşəsini meyxanaya qurban verib. Görürsən, elə bir peşə və ya varlıq varmı ki, meyxananın ona qurban verər? Samir mənim dostumdur. Samiri buradan salamlayıram. Əslində mən peşəmi meyxanaya qurban verməmişəm. Sadəcə olaraq bu cür nəticələnib. Bunu da deyim ki, bu meyxana fitri istedaddır da. Yəni bu doğuluşdan insanla bir gəlir dünyaya. Yəni elə şeylər var ki, insan onu dəyişə bilmir. Məsələn, gözünü götürüb qolva qoya bilmərsən. Allah səni belə yaradıb, doğuluşdan da meyxananı sənlə elə bir yaradıb bir yerdə. Mən qurban verməmişəm, olur da həyatdır. Nələrsə itirirsən, nələrsə qazanırsan, İnşallah yaxşı olar. Samiri salamlayıram buradan. İnşallah. Əslində mən bir dəqiqə keçməmiş bundan əvvəl dedim ki, xoş sözləri səsləndirməyəcəm. Sadəcə bir sənlə qohumluq bağlılığı olduğuna görə bunu da bir dənə səsləndirim. Seymur adlı bir izləyici yazıb ki, salam Mübariz bəy, səni və mənə doğum olan bibim oğlunu salamlayıram. Sahibə bu yolda uğurlar arzulayıram. İnşallah seçdiyi bu meyxana sənətində zirvələr ucalsın. Biz də baxıb həmişə sevinək. Sağ olun. Sağ olsun. Seymuru da salamlayıram buradan. Seymur var olsun. Təşəkkür edirəm xoş sözlərinə görə. İnşallah ki, Allah onu da arzularına çatdırar. İnşallah. Elçin adlı başqa bir izləyici yazıb ki, Mübariz sizi və sahibi salamlayıram. Və sahibin gözəl sözlərə və o ustadların və tanınmayan gənc meyxana deyənlərin stolüstü meydanlarda dediyi bəndləri yadında qalıbsa, özünün xoşuna gələn bəndlər hansılardır? Desəydi izləyicilərimiz üçün də, bizim üçün də maraqlı olardı. Salamlayıram buradan Elçini də, həmin izləyicini. Suala görə sağ olsun. Elə kupletlər, elə bəndlər çoxdur. Həqiqətən saymaqla qutarmaz da. Bir çox dostlarımız yaxşı bəndlər deyib. Mən öz bəndimi deməyimə ehtiyac görmürəm. Onu xiridarlar, izləyicilər yəqin ki, özləri seçər. Mənim deməyim düzgün olmaz. Amma belə burada hansısa qonaqlardan biri, bilmirəm, burada olub, yoxsa digər verilişlərdə Rəssam Elvin var bizim dostumuz. Rəssam Elvinin kupletləri dillər əzbəridir. Bir gün inşallah qismət olsa Rəssam Elvin özü gəlib buradan da kupletlərini deyər. Rəssam Elvinin bir yadımda qalan dediyi şeylərdən biri bu idi ki, qafiyə gedir ki, mən elə bilirdim ki, dayanmışdı ürəyi birinci. Belə bir qafiyədir. Orada deyir ki, bir ana yanğında itirmişdi qız övladını. Üzü ikinci dərəcəli yanmışdı, ürəyi birinci. Elçin, bir də Elçinin şəkili var, Oktayın tələbəsi. Onu da salamlayıram. Onun da bir yaxşı kupleti var idi.
orada belə bir şey deyir, kəlam kimi çıxır. Həm qafiyə belədir, kəlam, salam. Orada deyir ki, uşağından danışır, deyir, oyunla oynayıb dincəlirəm mən. Baxanda övladıma kövrəlirəm mən, pələkanı rəhmətli atam kimi çıxır. Bu da yaxşı idi, çoxdur yaxşı. Bizim dostlarımız, meyxançı həmkarlarımız həqiqətən elə şeylər deyib ki, saysam qutarmaz. Yəqin ki, bu qədər bəs eləyər. Buradan həm Elçin Şəkilini, həm Elvin rəssamı mən də salamlayıram. Amma bir şey var. Sabahları mən başqa bir qonağa necə izləyicinin yazdığı sualı səsləndirim ki, sən ona başqasının bədləri ilə cavab verirsən. Amma əslində səndən bir bənd istəyirlər. Fərqlənmir, dəyişmə olsun və yaxud poeziya olsun. Özündən bir bənd zəhmət olmasa. Elə bəndlərdən olur, yadımda qalanlardan indi hal-hazırda biri yadıma düşdü ki, Elnur var Xırdalanda, qoca Elnur deyirik ona, çox yaxşı meyxana deyir, salamlayıram Elnuru da. Bir gün inşallah o da parıldayar, xiridarlar, xalq tanıyar onu. Elnurla bir dəfə meyxana deyirdik, qafiyə belə idi ki, özünü sayırsan peşəkar, gəl çıx otur boynuma. Həqiqətən biraz rədif çətin idi də. Orada olur da söz Allahdan gəlir. Belə bir şey deyirəm ki, alıb verdilər sənə, verdin mənə gül çələngin. Mən də sənin üçün almışdım hədiyyənin qəşəngin. Mənim sonuncu zəngimdir, sənin birinci zəngin. Al əlvə 3-4 dənə şar, gəl çıx otur boynuma. O son zəngdə olur 11-cilər, birincilərlə. Belə bir şey indi hal-hazırda yadıma düşən oldu. Allah rəhmət eləsin, Nizami Rəmzinin şəxsi səhifəsindən, YouTube səhifəsindən bir sual yazıblar. İndi hər halda kim işlədirsə o sualı ünvanlayıb. Salam olsun, mənim sualım odur ki, sahib kimi özünə ustad bilir və özünü hansı meyxana deyən kimi görmək istəyir? Salamlayıram həmin səhifənin idarə edən şəxsi. Allah Nizami Rəmziyə rəhmət eləsin. Mən ümumiyyətlə özümdən böyük olan, belə deyək də, qoca sənətkarlar ki var, hamısını ustad kimi qəbul edirəm. Zaten şərt deyil sənə nəsə öyrətsin, hərif öyrətsin. İstər-istəməz hansındansa hərədən bir şey oğurlayırsan. Ümumiyyətlə, yaşlı meyxana deyənlərdən də xüsusi ilə. Birindən hər hansı bir, nə bilim, rədiflə davranmağı, birindən maraqlı bir söz tapmağı, birindən ləhcədə meyxana deməyi, hərədən bir şey götürürsən istər-istəməz. Yəni belə də, yəni məndən yaşda böyük olan meyxana deyənlər ki var, hər birini stajlı meyxana deyənlər ki var, hər birini ustad kimi qəbul edirəm. Allah hamısına can sağlığı versin yaşayanların, dünyasını dəyişənləri də rəhmətləsin. Amin. Bir meyxana səhifəsindən yazıblar ki, Mübariz, səni və qonağını salamlayıram, uğurlar arzulayıram. Sahib qanacaqlı, mərfətli insandır. Sualım budur ki, istedadı var, amma çox az görünür meydanlarda. Nədir səbəbi? Sağ olsun, suala görə, fikrinə görə də mən də salamlayıram onu. Bəzən insan tələssə də xeyri olmur. Yəni, Allah nəyinə vaxt məsləhət bilirsə elə olur. İnşallah ki, onun da bir zamanı gələr. Yəni, mən nə deyim, xoş sözlərinə görə çox sağ olsun, olur bu şeylər, başqa adamlar tərəfindən də bu suallar verilir. Mən nə deyə bilərəm ki, yəni Allah belə məsələ, yəqin Allah elə ki, belə məsləhət bilir, Allah belə istəyir. Müəyyən vaxtdan sonra bəlkə bizim istədiyimiz kimi olar. Bir izləyici maraqlı sual yazıb, salamlayıram sizi və dəyərli qonağımızı. Sualım budur, sahib Svoyski, Can Mirzəyev yoxsa Yasamal? Yaxşı sualdır. Deməli, o vaxt bir neçə il bundan qabaq Instagram profilimdə Svoyski idi, Svoyski Molla idi profil. Ondan sonra dəyişib sahibi Yasamal eləmişəm. Can Mirzəyev də familiyamdır. Belə də Yasamalda Yasamal, öz dost tanışımızın məclisində Svoyski, rəsmi məclislərdə də Can Mirzəyev. Abbaslı İlkin adlı bir izləyici yazıb ki, salam Mübariz bəy, sizi və sahib qardaşı salamlayırıq. İşlərinizdə uğurlar arzulayırıq. Sahibi Yasamal məktəbindən tanıyırıq, hörmətimiz var. Yasamalda çox şairlərimiz var. Sualım belədir. Yasamal şairlərinin hansı ilə meyxana demək çətin olub? Tam səmimi cavab versə şad olaram. İndidən təşəkkürlər. Salamlayırıq biz də həmin qardaşı, var olsun, hörmətinə, diqqətinə görə. Belə, elə ki, Yasamal şairlərindən çətinə salan olmayıb, çətinə düşməmişəm. Amma fikirləşirəm ki,
yəqin ki, Allah qapısını açsın. Rəşadla demək daha məsuliyyətli olardı. Amin inşallah. İlkin Məmmədzadə adlı bir izləyici yazır ki, hər ikinizi salamlayıram. Sualım budur ki, Ataş Hüseynovun Yasamal məktəbindən çıxan meyxanaçılara çoxmu dəstək olub? İlkini salamlayıram. Əlbəttə olub. Şərt deyil. Hər hansı bir maliyyə dəstəyi, maddi dəstək. Ataş kimisə ümumiyyətlə çəkib paylaşırsa, elə bunun özü bir dəstəkdir. Müəyyən adamlar var ki, Ataşın onlara böyük dəstək olub, ola bilər kütlə bilmir, cəmaat bilmir. Mən şəxsən bilirəm. Ataşı da salamlayıram buradan. Ataşı Allah var edəsin. Ataş yaxşı insandır. Bizim elə bir böyük kimi də dost, əmi kimi də dostumuzdur, belə də dostumuzdur. Çox sağ olsun. Ataş həqiqətən bir müddət öz kanalında meyxanalar olurdu. Ataş çəkirdi, yanılırdı. Yəni onun da az rolu olmayıb. Şəxsən mənim müəyyən bir kütləyə tanınmağımda Ataşın da əziyyət olub, haqqı var. Allah razı olsun. Bəli. Mən də bir YouTube səhifəsi sahibi kimi Ataşı buradan salamlayıram. Nəsir Əliyev adlı bir izləyici yazıb ki, sahib, nə vaxt rəvayətə qulaq asacaq? Namiq Qaraçıxulunun rəvayəti moddan düşəndə mən də özüm qulaq asacağam sizlə bir yerdə öz rəvayətimə. Deyir ki, heç vaxt. Heç vaxt. Yox, sual yazan qardaşa cavab verirəm ki, deyir ki, heç vaxt. Heç vaxt. O moddan düşməyəcək ki, onsuz. Bir xanım Ofeliya adlı bir xanım yazıb ki, salam, sualım budur ki, şairi ölümsüz edən xiridarıdır, yoxsa sözləri? Sözləri təbii ki, mən belə düşünürəm. Zaten xiridarlar da onun sözünə xiridarlıq edir, yəni bir dolayısı yolla elə yeni şey edirik. Şahin Əhmədov adlı bir izləyici yazıb ki, Azərbaycanda ümumi hesablasaq, neçə nəfər xiridar tanıyırsınız? Mənim yaralı yerim. Tamaşaçıya nisbətdə xiridar yox sayındadır, təəssüflər olsun ki. Şahin Əhmədov özü də köhnə xiridarlardandır, Şahini də salamlayıram buradan. Mənim tanıdığım xiridarlar, Şirzad əmini salamlayıram, Şirzad əmi də Allah onu var eləsin, ömrünü verib bu meyxanaya. Mənim tanıdığım xiridarlardan adlarını çəkə bilərəm. Başda Şirzad əmi olmaqla, Maşdağadan Hazır Ahim var. Yasamaldan Ağarz əmi var. Həzir Əxşən var, dostumuzdur. Bir də Tərlan, o gəncdir, onlara nisbətdə. Tərlanın da ömrünü verib bu meyxanaya. Cəllabaddan Qabil var. Hamısını salamlayıram, hamısı söz vurğunudur. Ola bilər ki, mənim tanımadığım adamlar da var. Onları da salamlayıram buradan. Azdır sayı, neynəmək olar, belədir də. Fərq yoxdur, hər hansı bir qonağa bəzən elə sual verirsən ki, deyir, məsələn, bu mövzunun üzərindən keçək və yaxud bir-iki cümlənə deyim, keçək növbəti suala. Çünki bu mövzuda danışıq gərək saatlarımızı alsın. Çox təəssüf edirəm ki, bir meyxana barədə verilиш çəkirəm. Bu sualın cavabı heç vaxt uzun çəkməyib, həmişə barmaq sayı qədər olub. Hələ 10 xiridar, yəni demək olar ki, mən səhv eləmirəmsə 50-ci verilişi çəkirik. Hələ mən 10 xiridar adı çəkən meyxanaçı görməmişəm. Gör, xiridar kütləsi nə qədər balacalaşıb. Ola bilər bölgələrimizdə var. Təbii ki, var. İndi mənim yaşım da o qədər deyil. Mənim 50 yaşım yoxdur, 45 yaşım yoxdur ki, ola bilər məndən yaşlı meyxana deyənlər, bəlkə 10 nəfər, 15 nəfər tanıdığı xiridarlar olar. Məsələ, xiridar adı ilə özünü tanıdan çox adam var. Ola bilər hansınsa adını çəkmədim, üzürlü sayar məni. Amma ədalətli yanaşmaq başqadır da. Yəni, hər adam ədalətli yanaşmır. Məsələ budur. Onu meyxana deyən də o ədalətli yanaşan xiridarı axtarır. Biraz onun kasıbçılığını yaşayır. Qaranlıq qalan yerlərdən hər kəsə salamlar. Abdul Məmmədov adlı bir izləyici bir maraqlı sual yazıb. Yazıb, salam Mübariz bəy, sizi və dəyərli qonağınızı salamlayıram. Allah hər birinizin işində və həyatında bol-bol uğurlar nəsib etsin. Sahiblə sosial şəbəkə üzərindən qiyabi tanışlığımız var. Bilmək istərdim ki, sahibin ad günü məclisində deyilən iki tam fərqli sənət səndə gözəl sintez olur. Misrasındakı sahibin bilmədiyimiz sənəti hansıdır? Salamlayıram həmin izləyicinin də, var olsun, diqqətinə görə. Mənim ad günümdə onu səhv eləmirəmsə Elşən Mehdi deyir.
o həmin cümləni. Mən həmin illərdə dövlət işində işləyirdim. Meyxanaya çox vaxt ayıra bilmirdim. Meyxana ilə belə ciddi şəkildə məşğul ola bilmirdim. Amma meydanlarda olurdu, yığışıb meyxana deyirdik. Eşən də onu deyir orada. Yəni, dövlət içində işləmişəm, onu deyir yəni. Hal-hazırda işləmirəm. Həmin yerdə meyxana ilə məşğulam. Firuz Kərimoğlu adlı daimi bir izləyicimiz yazıb ki, salam olsun sizə, bizə və onlara. İlk öncə onu deyim ki, sahib mənim üçün dəyərli qardaşlardan biridir və ona belə bir sual ünvanlamaq istərdim. Əzizimiz sahib, sahib olduqlarına sahiblənə bilmirsən, var olun, əfəndilər. Firuzu da salamlayıram. Firuz da dəyərli qardaşlardandır. Əslində Firuz orada öz sualının cavabını özü verir. Ki, sahib olduqlar və sahiblənə bilmirsən. Əslində daimi izləyici deyə mən o sualı oxudum. Mən də gördüm ki, sualın içində cavab var. Sualın cavabını özü verir. Nə deyim? Yəni, cavabını özü verir Firuz orada. Elmar Həsənli adlı bir izləyici bir sual yazıb. Sual çox uzundur. Bu qədər uzun oxumaq istəməzdim və izləyicilərin hamısına demək istəyirəm ki, sual yazanda bacarın ki, biraz konkretləşdirin. Qısa oxuyacağım. Yazıb çox istedadlı oğlandı sahib. Sahibə görə ən güclü meyxanaçı Namiq Qaraçuxurlu olduğunu bilirəm. Çox xiridarlardan da bu sözü eşitmişəm. Ümumiyyətlə, sahib, səndən soruşmaq istəyir ki, sahibin fikrincə meyxanada hansının daha çox xidməti böyüdür? Vüqar Əbdülovun yoxsa Namiq Qaraçuxurlunun? Sırf sənin baxışını bilmək istəyir. Salamlayıram həmin izləyicini də. Diqqətinə görə çox sağ olsun. Bu sual əslində çətin sualdır. Elə bil, bir evdə 3 qardaşdır, onların birinə sual verirsən ki, hansı qardaşı çox istəyirsən? Hər ikisi böyük sənətkardır, hər ikisi sözün demiş sənətkardır. Namiq Qaraçuxurlu sevgisi söz anlayan hər kəsin qəlbində var, mən belə fikirləşirəm. Həmçində Vüqar Əbdülov sevgisi. Hər iki söz çapında möhtəşəmdir. Mənim onların haqqında hər hansı bir fikri, rəyi bildirməyim biraz bəlkə də düz çıxmaz. Mən də bir tamaşaçı kimi olaraq fikrimi bildirərəm. Namiq Qaraçuxurluya da, Vüqar Əbdülova da. Hər ikisi böyük sənətkardır. Sənət olaraq, sənətkar olaraq əslində onları bir-birindən ayıra bilmərəm. Namiq Qaraçuxurlu sevgisi də, yenə dediyim kimi, söz sevgisi olan hər kəsin qəlbində onun sevgisi var. Mən elə fikirləşirəm. Hər ikisini salamlayıram, Allah hər ikisinə can sağlığı versin. Hər ikisi ustaddır, var olsunlar. Kamal Bayramov adlı bir izləyici də maraqlı bir sual yazıb. Yazıb, salam aleykum, günləriniz xeyirli olsun. Mən Ordubaddan Kamal, sahibi illərdir şəxsən tanıyıram. Münasibətlərimiz də yaxşıdır. Lakin ona bu sualı təşkildə versəm, ya ciddi, ya səmimi cavab almaram deyə istəyirəm sizin vasitənizlə soruşmuş olum ki, həm də sahibin cəsarətini görüm. Sualım isə belədir. Hansı meyxanaçıya ged istədiyin 3 qafiyə ilə hazırlaş, sabah sənin 3 qafiyənlə təkbətək deyişək və 3 qafiyədə də səndən üstün olacam deyə bilər. Əslində burada yazıb, mən səsləndirəm çünki sırf adam sənin cəsarəti yoxlamaq istəyir. Yazıb 1. Xosrov Maşdağalı, 2. Gülağa Corad, 3. Kamran Kubinka, 4-ü boş saxlayıram, şəxsi seçimin desin. Salamlayıram Kamalı. Kamalı da salamlayıram. Ordubada da salamlarımı göndərirəm buradan. Əslində, heç bir rəqiblə meyxana demək asan deyil. Yəni, hər rəqiblə çətinliyi yaşaya bilərsən. Amma adlarını çəkdikləri meyxanaçılar ki var, Gülağa da, Xosrov da, Kamran da, hər üçü dostumdur. Hər üçünü salamlayıram, hər üçü var olsun. Belə amma yəni problem yoxdur da, yəni. İstənilən meyxanası, istənilən qafiyanı açar deyərik. İsmail adlı başqa bir izləyici yazıb ki, salam, sahib sevgi şairlərindən biridir. Fikir verirəm, hər zaman nakam sevgidən meyxana deyir. Bu yaşadıqları ilə bağlıdır, yoxsa yox? Salamlayıram İsmail da. Sual əslində yaxşı sualdır. Ona da o sualı özüm eləmişəm, elə bil ki, gətirib bu yerə çıxarmışam ki, o sualı verirlər mənə. Həm yaşadıqlarımla bağlı olub, elə şeylər də var ki, indi meyxanada sevgi haqqında, sevgidən nəsə, mövzu sevgi olur, nəsə deyirəm. Təbii ki, yaşamayan insan o dərəcədə qabarıq şəkildə deyə bilməz.
Allah bütün sevənləri qovuştursun. Amin. Başqa bir izləyici yazıb ki, öncəliklə hər birinizə salam. Vurğulamaq istərdim ki, Sahib papaq altına yatan şairlərdən biridir. Bəlkə də son dövr meyxananın sevgi şairi deyə biləcəyimiz kəslərdəndir. Sualım, səncə meyxananın cəmiyyət qarşısında missiyası nədən ibarətdir və dini meyxanalara da münasibətiniz? Salamlayıram həmin izləyicini. Sual da gözəl sualdır. Meyxananın cəmiyyət qarşısında missiyası hal-hazırda əslində qənaət bəxş deyil. Heç bilinmir meyxananın cəmiyyət qarşısında missiyası nədir. Qaldı ki, dini meyxanalara, ümumiyyətlə mən belə düşünürəm ki, dini meyxana mən özüm çox demirəm. Fikirləşirəm ki, dini meyxana deyən adam heç olmasa o yaşayışı olan adam olmalıdır. Ona yaraşmalıdır ki, ona desin. Məsələn, toyda, məclisdə müqəddəslərin adını çək, sonra da get həmin pulla əyləncəyə xərcdə həmin pulu, mən üçün qəbul deyil. Amma elə meyxancı dostlarımız var ki, Allah onların imanını kamil eləsin, həqiqətən onlara yaraşır onu demək. Hamıya olmasa da onlara yaraşır. Mən tam tərəfində deyiləm. Hər məclisdə deməyin. Məsələn, içkili bir məclisdir, orada müqəddəslərdən kimisə adını çəkəsən, imamın adını, peyğəmbərin adını, ola bilər kimsə orada içki içir, sən də burada kimisə adını çəkirsən, İmam Hüseynin, Həzrət Əlinin, peyğəmbərin, o da əlində içki, sən onu deyirsən. Ola bilər ki, sən ona o sözü dedizləsən ki, bu nə deyir, qoyun bir içkim içsin. Yəni, bu tərəfinə, məsəl üçün, bu tərəfdən baxanda, həm də niyə deyəsən də, yəni, bilmirəm nə fikirləşir, çəkir. Zaten elə adam var ki, puldan ötəri çəkir. Bu, kör gör, görünən kəndə bələdçi lazım deyil. Yəni, bunu mən də bilirəm, sən də mübariz xiridarsan, sən də bilirsən. Əhlinin yanında demək daha yaxşıdır. Sözü əhlinin yanında deyərlər də. O mövzuda da imanlı şəxslərin yanında nəzmə çəkmək o mövzuları daha yaxşı olar. Yenə də müəyyən şeyləri qorumaq şərti ilə. Məclis var ki, durur imamın peyğəmbər qızının adını çəkir, peyğəmbər nəvəsinin adını çəkir. Mənə elə gəlir ki, heç bir kişi razı olmaz ki, onun ailə üzvlərinin adı bir toplumun içində yad kişilərin arasında çəkilsin. Bu nəyə lazımdır bilmirəm də, niyə eləyirlər, nə məqsədlə eləyirlər. Yenə deyirəm, müəyyən mövzular var ki, onları nəzmə çəkmək olar. Amma içkili məclislərdə yox. Belə bir sual verirəm sahib. Məsələn, sən bu iradığı, bu verilişdə mi sənət yoldaşlara deyirsən, yoxsa elə olunmuş ki, məsələn, çiyin-çiyinə sən onlara demirsən ki, demə? Əlbəttə, yəni tək bu verilişdə demirəm, yəni. Dəfələrlə olub bu mövzularda söhbət gedəndə demişəm ki, yəni bu lazım deyil də, yəni meyxana əslində mübariz bilirsən necədir, mən düşündüyümü deyirəm, böyük danışmaq kimi çıxmasın. Meyxana tamaşaçını, toya gələn adamın biraz əhvalını xoş eləmək üçün bir müddət var idi ki, əhvalını xoş elə qarşındakı adamın. Mən durum meyxana ilə hədis danışım. Ümumiyyətlə, meyxana elə deyilməlidir ki, onu hamı başa düşsün. Məclisdə oturan prokuror da, polis də, fəhlə də, hər hansı bir inşaat işində məşğul olan adam da, müəllim də, hakim də, bunu hamı başa düşməlidir. O sadə deyilməlidir. Yəni, mən dediyimi sən başa düşmürsənsə, sən məndən necə həzz ala bilərsən, mənim sözümdən necə məmnun ola bilərsən. Bir nəfər öz övladına xeyir iş eləyir, toy eləyir. O, onun xoş günüdür. Sən gəlirsən, həmin onun xoş günündə kiminsə yasından danışırsan. Bu, ona lazım deyil əslində. Elə onun xoş gününə uyğun meyxana düşün daha yaxşı olar ki, onun da könlü xoş olsun. Təbii ki, özünü qorumaq şərti ilə, müəyyən çərçivələri aşmamaq şərti ilə qarşındakı adamın könlünü xoş eləmək sözlə daha yaxşı olar. Nəinki onu qəm-qüssəyə batırmaq. Başqa bir izləyici yazıb meyxana deyən olmaq şərtdir.
Kemboli rusunu yazıb, qıraqdan baxanda açıq-aşkar görünür ki, kimdə fitri istedaddır, kimdə həvəsə gəlməkdir. Meyxanədə olmaq şərt deyil, meyxanədə olmaq əslində dərddir. Təbii ki, kənardan görünür istedadlı adamdan istedadsız adam. Təəssüflər olsun ki, hal-hazırda istedadlı adamın parlamağı biraz elə bil çətinləşib. Kütlə də elə bil istedadsız adamın layıca qaçırıb, maraqlı bir şeydir. Niyə elə istedadlı adam denən ki, tanınmır? Mən məsələn, bayaq Elnurun adını çəkdim, Xırdalandan. Tanınmır da, yəni mən bunu deyib Elnuru aşağılamıram. Elnur bizim münasibətimiz də yaxşıdır, o bilir ki, mənim niyyətim necədir. Yəni fakt tanınmır bu adam, amma çox gözəl meyxana deyir. İstedadlı adamdır, çox gözəl meyxana deyir, tanınmır. Sahib, bir tənqidçi aparıcı olsaydın, sahib Yasamalın hansı qüsurunu səsləndirərdin bu verilişdə? Əlbəttə ki, hamının özündə bəyənmədiyi tərəflər var. Günün tələbinə uyğun deyiləm bəlkə də, nə bilim, mən çox qışqıra bilmirəm. Biraz o, mən indi özlüyümdə ona çirkli meyxana deyirəm. Belə oradan qışqırır, bu buradan qışqırır. Səliqə səhman olmur. Mən də biraz o meyxanadan küsürəm də, elə bil. İstər-istəməz, məndən asılı deyil o. Meyxana səliqəli olmayanda bir küsürəm meydanını. Onu özümdə bəyənmirəm, əslində küsməməliyəm də, mən də qoşulmalıyam onlara. Prosta olur ki, qoşula bilmirəm. Bu məndən asılı deyil. Mən də istəyərəm ki, qoşulum o meydanı, məsələn, onlar kimi, yanımda olan həmkarlar kimi, məsələn, fikirləşməyim də ki, məsələn, bunu desəm, birdən o xiridar, məsələn, mənə bəyənməz. Bunu desəm, görəsən, filan kəs necə reaksiya verər. Əslində, onu fikirləşmək lazımdır. Əslində, indi yaxşı meyxana demək axırıncı plandır. Yaxşı meyxana demək ən axırıncı yerdədir. Ona qədər çox şey eləməlisən ki, o yaxşı meyxananı o təqdim edə biləsən. Səncə bugünkü auditoriya özü səmimidir? Təbii ki, yox. Deyil. Olur ki, rastlaşırsan kimlənsə, səni tərifləyir. Səni izləyirəm, qardaş, yaxşı meyxana deyirsən, inşallah ki, görüşəcəyik, deyir də sağ olsun. Üstündən heç bir ay keçmir, baxırsan ki, ad günüdür, sən orada yoxsan. Evet. Nə qədər bu səmimiydi, bilmirəm. Bəlkə heç özü də bilmir onu. Prosta danışır da. Mən bayaqları bir izləyicinin iki sual vermişdi. O sualın birincisine biz ötəri keçdik. Həqiqətən özümə də maraqlıdır. Meyxananın doğrudan da cəmiyyət üzərində missiyası nədən ibarətdir? İndi heç nədən. İndi meyxananın cəmiyyət qarşısında missiyası yoxdur. Məsələn, əvvəllər gecə saat 1-də, 2-də meyxana başlayardı. Bəzi elə maçdağan, elə toyları var ki, meyxana 2-dən də sonra başlayardı, səhərə qədər davam edirdi. Mən hələ 90-cı illərdən danışıram ki, orada cəmaatın hansı ki məqamlar var ki, onlara çatdıra bilmədiyi sözün meyxana deyənlər deyirdi. Mən orada məsələn, müəyyən misallar gətirə bilərəm, amma düz gəlməz. Çox şeylər var ki, meyxana deyənlər çatdırırdılar. Xalqın dərdini üzə çıxardırdılar. Məncə çox dəyişib, missiya çox dəyişib. Sadəcə maraqlıdır, indi missiya nədir? İndi missiya dediyim kimi də yox kimi bir şeydir. Sadəcə olaraq müəyyən mövzular, müəyyən adlar var ki, pul xətrinə ancaq onlar deyilir. Yəni elə bil o mövzular yığışsa meyxanadan ki, məsəl üçün şərt qoyulsa ki, bunları deməyin, 80% adam nə deyəcək bilmirəm. Bəlkə onda kimin istedadı var, kim sözə fərqli yanaşır, həmin adamlar bəlkə onda üzə çıxacaq, cəmaat da görəcək ki, istedadlı adamlar var imiş. İndi amma elə bil yoxdur da, missiyası yoxdur. Məsələn, belə deyək də, əvvəl fikir verirdinsə, mövzularda meyxanalar buraxılırdı. Məsəl üçün, Fəhlə Baba, Namıq Qaraçoxlu, Kasıb, nə bilim, çoxdur da belə şeylər. Vüqar Əbdülov Dünya, Kərim Ağölüm, bu şeylər var idi və o əslində onlarda ibrətamiz nələrsə var idi, ötürülürdü cəmaat. İndi
Biraz bəlkə də bunu deyəcəm, mənə qınayacaqlar. İndi 10 nəfər ya musiqili meyxana buraxırsa, ya meyxana buraxırsa, hansısa bir lent yazısı kimi, onun 7-si sevgidəndir, elə bil. Sevgi, dostun xəyanəti, belə. Bir də Allah rəhmət eləsin, qarşılıq, hər birinin qarşısında baş əyirəm şəhidlərimizdən, qazilərimizdən. Zaten onların məqamı yüksəkdir, Allah qarşısında da yüksəkdir, amma bunu deməklə də əlbəttə ki, nə qədər desən azdır. Amma elə yer var ki, onu gərək ucuzlaşdırmayasan. O elə məqamında qalsa yaxşıdır. Mən əslində şəhidlər deyərdim, amma ki, şəhidlər desəm, bəzi elə dünyasını dəyişmiş adamlar var ki, onların şəhid olub olmadığına mən qərara verə bilmərəm, onu düzün Allah bilir deyə, tam şəhidlər demirəm. Belə deyim də, hərdən düşünürəm ki, dünyasını dəyişmiş adamlar təkrar həyata qayıtsa və bütün meyxana deyənlərə səslənsə ki, biz barədə meyxana deməyin. Bəli. Qətiyyən sizə icazə vermirik. Bəzi meyxana deyənlər ümumiyyətlə çörəksiz qalar. Mən o dünyasını dəyişmiş adamlardan danışıram ki, bunun içərisində Peyğəmbərimiz də var, imamımız da var, üzü bəyərlah bəri gəriləm Həz Şahin, Allah rəhmət eləsin var, Vüqar Biləcəri var. Bəli. Bunlar heç bir icazə vermir biz barədə, özləri var meyxana deməyə. Bəzi meyxanələr ümumiyyətlə çörəksiz qalardı. Allah rəhmət eləsin Vüqar Biləcəriyə də, digər dünyasını dəyişmiş meyxançılara da buradan başlayın mövzuya. Məsələ əgər dünyasını dəyişmiş meyxana deyənləri yad eləməkdirsə, Mir Sadığı da yad eləyin, Molla Məmməd də yad eləyin, Ağa Səlimi də yad eləyin, Nizami Rəmzini də. Yəni, gör nə qədər dünyasını dəyişən meyxana deyənlər var. Əl-İslam var, Allah rəhmət eləsin. Yəni, çoxdur da, yəni az deyil. Yəni, saysan bir xeylidir. Məsələ elə bil, tamaşasının həssas yerini tapırlar. Müəyyən adamlar var ki, bəlkə onların boynunun borcudur, həqiqətən o Vüqarın adını çəkməlidir. Özünə borc bilir də, elə fikirləşir ki, üzərində haqqı var. Bu da 50 nəfər deyil də, bu 1 nəfər, 2 nəfər, yaxşı 3 nəfər. Baxırsan ki, əvvəl münasibəti o olmayıb. Məsələn, Vüqarın adını çəkir. Ki, nə var, kimsə 20 manat, 10 manat, 50 manat, 5 manat, 100 manat şabaş atacaq. Sən o həmin adamı Vüqarın adı ilə alladırsan. Və eyni şey deyilir, eyni şey. Fərqli bir şey desə, mənə də maraqlı olar ki, bu fərqli bir şeydir. Bilirsən, Vüqarı, orada bir mövzuya toxundum ki, hansısa meyxanaçısının adını çəkmirlər, məsəl üçün, niyə Vüqarı çəkirlər, çəkirlərsə hamısını çəksinlər. Mən burada, məsələn, fikirləşirəm ki, Vüqarın adını haqlı çəkirlər. Adam ən yeni tarixdir, İndiki fanatların hamısını canlı gördüyüdür və adam dini meyxanalar çox deyib və adam çox cavan rəhmət edib. Bu mövzuda izləyicilərlə razıyam. Meyxanaçılarla razı deyiləm. Mən də izləyicilərlə razıyam. İzləyici onu eşitmək istəyir. Məclis olur ki, kimsə gəlir yaxınlaşır ki, Vüqardan deyin. Bəli. Bu normaldır, qəbul ediləndir. Təbii ki, Vüqar onun haqqını verib zamanında. Məsələn, meyxanaçıların riyakarlığıdır. Müəyyən meyxanaçıların riyakarlığıdır. Baxırsan, münasibət olmayıb. Heç o qədər də Vüqarı bəlkə çox istəməyib. Vüqarın sağlığında Vüqarla bir məclisə düşmək istəməyib. İnsandır da, nə bilirsən? Heç qəlbləri Allah bilir. Amma elə hər dəqiqə, məsələn, TikTokda adamın qabağına çıxır, onu heç kim tanımır. Meyxanaçılar da tanımır, heç kim deməyim, yəni pis çıxmasında. Yəni 100% adamın 95%-i tanımır. Və hansısa bir kənddədir, bir dənə TikTok açıb, başlayır, deyir. Vüqar belə, Rəşad belə, Xəyyam belə, filan kəs belə. Niyə deyirsən ki bunu? Yəni, nəyə lazımdır ki bu? Məsəl üçün, toydur, Allah qapısını açsın. Rəşadın adını çəkir. Adını çəkir ki, alqış götürsün. Bəli. Başqa bir şey yoxdur, nəyə alqış götürsün? Mən çox məclisdə demirəm. Sözüm çıxmasın, həqiqətən adam xəzalət çəkir, utanır. İndi o çətinlikdədir də, azadlığı insanın əlindən alınanda, o ən ağır insan sonuç ki, azadlığı əlindən alınır. Mən onun yanına gedə bilmirəmsə, mütəmadi, ona müəyyən köməkliyi eləyə bilmirəmsə, toyda, məclisdə durub yalandan onun adını çəkməyim mənə üçün ayıbdır. Bəli.
mən onu çox istəyirəm, qəlbimdə istəyirəm. Buna Allah da şahiddir ki, bizim münasibətimiz necə olub. Yalandan mən kimdənsə 50 manat, 20 manat şabaş almaq üçün, kiminsə alqışın qazanmaq üçün o vaxtları çəkməyi nə bilim bəyənmirəm. Ola bilər elə bir məclis olub ki, mən də qoşulmuşam, məcbur həmin şərait olub, mən də demişəm. Amma hər dəfə, məsəl üçün, o deyən adamlar ki var, mən əminəm ki, onların hər dəfə içindən gəlmir o. Sadəcə alqış üçün demək lazım deyil. Sən elə qəlbində onu çox istəməyin böyük şeydir. Ümumiyyətlə, sənin üçün ictimai reaksiya hansı nöqtədə qüvvədən düşür? İctimai reaksiya əslində həmişə qüvvədədir. Bir məsəl var, deyir, müştəri həmişə haqlıdır. İctimai reaksiya da onun kimi bir şeydir. Sən sözü satırsan, o alır. Bəyənirsə alır əslində, bəyənmirsə almır. Həmişə qüvvədədir, amma elə hallar olur ki, qabarıq şəkildə görürsən ki, sənin haqqın tapdalanır. Söz haqqından söhbət gedir, yəni insanlıq haqqından söhbət getmir. Sən görürsən ki, sən durursan, məclis var, məsələ məndən getmir, digər meyxanası olsun. Durur, çox yaxşı bir şey deyir, ona reaksiya sıfır. Kimsə durur, bir dənə nəsə deyir, sadə bir şey və yaxud dediyim kimi at çəkilir, şəhidlərdən, müəyyən atlardan, palatka durur ayağa. O küsuraq sözdən, o birisi adam. Bunu meyxançıya eləməmək daha yaxşıdır. Bəlkə cəmaət onu bu qədər fikirləşmir ki, bizim belə eləməyimiz onu küstürür. Bu da yenə gəlir, çıxır xeyridar azlığına. Amma bax, izləyici, deyirsən, müştəri hər zaman haqlıdır, mən sən razıyam. Amma müştəri gəlir vitrində olan mallardan seçir. Bu meyxana sənətində elə adamlar vitrinə elə şeylər qoyublar ki, onlar qoymasaydı müştərinin seçim o çərçivəsi var, o sayı azalacaqdır. Onlar vitrinə o şeyi onlar qoyublar. Onlar qoyublar deyə bugünkü günlərdə həmin izləyicilər yenə o şeydən istəyir. Vaxtında o şeyi qoymamaq lazım idi o vitrinə. Bu meyxanda o qədər məsələn bayağı şeylər olub ki, o tərəfdən bəri bugünkü günlər deyəndə elə bilirlər ki, məni kimisə ünvanına söz deyirəm. Yox, bu bir nəfər eləməyib ki, bu 15 il bundan qabaq da var idi. 20 il bundan qabaq. Bəyəm 20 il bundan qabaq söyüşən meyxana olmayıb. Olub. Kamera az olub, YouTube olmayıb. Bu qədər yayımlanmayıb. Bu bilirsən nəyə oxşayır, mübariz. O vaxt universitetə hazırlaşanda hazırlığa gedirdik, repetitor yana. Məsələn, bir saat dərs keçəndə müəllim bir 10 dəqiqə fasilədə bir deyib gülürdü uşaqlarına. Ki, biraz beyin rahatlaşsın. Bu, sən deyən humoristik meyxana ki var, həmin nisbətdə olsa pis deyil əslində. Məsələn, məclis başdan ayağa ağır getməyi də bir şey deyil də. Yəni, sən elə başdan ayağa ancaq bundan tələb edək ki, sən ağır çəkili sözlərdən. Orada bir dənə könlü xoş eləyən, üz güldürən çərçivəsində meyxana olsa bir zarafat. Bu gözəldir. Daha bu qədər yox da. Hər şey qaydasında gözəldir. Əvvəl meyxananı normal deyərdilər. Bir dənə məsəl üçün elə toy var ki, Ağamizə bir dənə, yəqin sən də baxmısan, Ağamizə qafiyəni saxlayır, Vüqar dini məhddir deyə Ağamizə qafiyəni saxlayır. Xırdalanda Aydın Xırdalanın qardaşının toyda deyəsən. Həmin toyda. Bütün toy dini meyxanadan getmir. Bir dənə deyilir, qəşəng görür, hamı da bəyənir. Səpkili meyxanada, səpkili meyxana gözəldir. Müxtəlif mövzular toxunurlar, rəngarəng alınır. Bəli, müxtəlif mövzulardan demək daha gözəldir. Yoxsa qafiyə açılır, yoxdur heç kim. Hərə bir ziyarətgahdadır da. Bəli, Sıtmana Mərsiyə. Halbuki onu deyən, sən bayaqlar dedin, onu deyən adamlar var ki, həqiqətən adamlar yaradırlar və yerində. Məsələn, bu yaxınlarda mən xalam oğlunun məclisi oldu. Toyda içki verilmirdi. Qadınla kişi ümumiyyətlə başqa-başqa zallarda idi. Bir nəfər deyəsən içki söhbəti yox idi. Dini meyxana, əvvəldən danışdırmış ki, biz dini meyxana deyirik. Allahın şiiri o, aslanı odur, qafiyə paylaşmışam. Çox da gözəl meyxana gedib. Həm də o dini meyxana demək üçün heç olmasa
Sənin bir müəyyən qədər dini savadın da olmalıdır ki, sən nə qədər eyni şey deyəcəksən. İstedad olmalıdır. İstedad Hara sağlam qədər? meyxana. Yox, dini bilgin olmalıdır da. Nələrsə bilməlisən ki, əgər istedadın yoxdursa, bəli, sənin savadın olmalıdır. sən onları bənd olaraq təqdim edirsən. Bəli. Sən ya oxuduqlarından eləməlisən, ya da ki o heç bir elmi savadın olmasın. Məsələn, elə meyxana deyənlərimiz olub da, ən çox da bu 30 il bundan qabaq elə meyxanaçılar olub ki, kənd şəraitində yaşayırlar, məktəbdən başqa, elə çoxsu var məktəbdə yarımçı tutarı. Amma adamlar sözlə nə gözəl bir dənə mənzərəni qurublar. Sadə və gözəl. Sadə və qoyublar qabağa. Yəni deyirəm, onu yaraşan adam desə, o meyxana ki var, sadə demir də, biraz qəliz deyir, düşündürür səni. Onu da, onu deyə bilən adam, onu yaraşan adam, o ki ona yaraşır, o desə daha gözəldir. Məsələn, mən izləyicilər də görür paylaşımlardan ki, sevgi mövzusunda daha çox meyxanalarım var da, daha çoxdur. Belə mövzularda da var. Sadəcə onlar paylaşmadıqlarım var, paylaşılmayanlar var. Məsələn, mən belə deyəydim, irfani meyxana deyirlər də. Mən ruhum ona yaxın deyilsə, mən onu desəm də pis görsənəcəm. Bəli, quru çıxacaq. Quru çıxacaq. Onun salamlayıram buradan Abdullah Abbaslı dostumuzu. Abdullahda gözəl alınan şey, mən paxıl adam deyiləm də, mən adam var onu demir egosundan. Abdullahda o yaxşı görünən, məsələn, kuplet ki var, Abdullah deyir, ona 50 nəfər əl çalır. Həmin kupleti bəlkə mən desəm 50 nəfərdən ikisi ya baş yerlədəcək, ya əl çalacaq, ya yox. O ona yaraşır da, onu daha gözəl təqdim edə bilir. Meyxana deyənlərdə də bu olsa daha yaxşıdır ki, özünə yaraşan şeyi gözəl təqdim eləsə, özünə yaraşan şey o daha yaxşı olur. Burada bir dənə məsələ gəlir, istedad, yəni istedadsız adamın meyxana deməyi çox istedadsız. O tam qurudur da o şey. O istedadsız adamın meyxana deməyi tam qurudur. Yəni bir gün meyxana deyənlərimiz var, istedadı yoxdur, amma savadı ilə, yəni bilməzsən ki, onda o istedad yoxdur. Yəni adam bildiklərin nəzmə çəkir. Onu da sən, mən müəyyən bir az sayda alan adamlar bilir də. Yəni onu kütlə bilmir axı. Onda kütlə ümumiyyətlə kütləyə bu fikri deməyim, yəni kobud səslənməz inşallah. Kütlə bəlkə də bilmir ondakı istedaddır, yoxsa savaddır. Yoxsa təhsilindən istifadə edir, yoxsa ondan bundan uğurlayıb, nəsə düzüb qoşub bir dənə ortaya bir nəsə çıxardır. Ola bilər kütlə onun tam fərqinə varmır. Kütlə onun tam fərqinə varsa, təbii ki, orada hər şey yerini tapacaq. Suallar içərisində elə məqamlar oldu ki, özüm də sual verəsi oldum, amma bura qədər verdiyim sualların bir-iki sonda verdiyim suallardan başqa hamısı izləyicilərin verdiyi suallar idi. Amma verilişin adından da göründüyü kimi qaranlıq qalan yerlər, verilişin ənənəvi cəmi bir sualı var, onu da indi istəyirəm səsləndirim. İzləyicilərin sənin haqqında nəyi bilməklərin istəyərdin? Sahib Yasamalın qaranlıq qalan tərəfi. Meyxanada əlavə yaxşı nərdə oynayıram. Belə təkəbbürlü kimi çıxmasın, oynamaq istəyirsə oynayarıq da. Sahib, bu diyaloqa görə çox sağ ol. Demək olar ki, biz dərdləşdik. Dərdləşdik, yəni, həqiqətən. Çox sağ ol bir daha dəvəti qəbul edib gəldiyə görə. Minnətdaram sənə. Var ol, səndən mübariz, çox sağ ol ki, sən də diqqət göstərdin, dəvət elədin. Allah səndən razı olsun. Çox sağ ol. Karanlık kalan yerlerden herkese salamlar.